Normaldir. Hörmətli dostlar, əziz tamaşaçılar, dəyərli yoldaşlar, bugün Azərbaycan Milli Kino günündə biz Nizami Kinoteatrına yığışdıq və Rasim müəllim Azərbaycan kinosunun əfsanəsi, Babəki konkret olaraq və yanında da Quruhəngiz Musəvini görürük. Bizim gözəl xanım, gözəl aktrisamız həmişə belə, həmişə cavan və yanlarında da bir balaca mən oxşayan mən belə. Necə dedim onu? Rasim müəllim, həqiqətən də mən deyirəm ki, sizin Babək filmində işlətdiyiniz o sözlər var ha, o Azərbaycan milli ruhuna o qədər təsir edib ki, milli vətənpərvərlik ruhunda onu xüsusilə biz götürürük. Həqiqətən deyirəm mən bunu. Belə, var olun. Təbrik edirəm hər ikinizi. Sən bunu qaymaq istəyirsən. Bəli, öz səhifəmdə. Adın nə gedir? Buyur. Dostluğum da var. Tanışın. Şeydir. Bunu al. Kərim al. Hara getir? Hara getir? Hara getir?